Deməli, yenə belə bir mix sualına baxaq. Bir-birindən 20 sm məsafədə yerləşən Q1 bərabərdir 4 vurulsun 10 üstü mənfi 7 kulon və Q2 bərabərdir 2 vurulsun 10 üstü mənfi 7 kulon yüklü malik cisimlərin tən ortasında elektrik sahəsinin yekun intensivliyi qiymətini tapın. Biz bilirik ki, elektrik sahə intensivliyi müsbət yükdən mənfi yükę doğrudur. Deməli, birinci yükün elektrik sahə intensivliyi sağa, ikinci yükün elektrik sahə intensivliyi sol olur. Və biz yekun intensivliyi tapsaq, yekun intensivlik əks istiqamətli intensivliklər olduğuna görə böyük intensivlikdən kiçik intensivliyi çıxmalıyıq. Öncə bunların ayrı-ayrılıqda intensivliyini tapsaq, elektrik sahə intensivliyi Y bərabər K vurulsun, Q0 bölünsün R kvadrat. Deməli, birinci üçün elektrik sahəsinin intensivliyini tapsaq, 4 vurulsun 10 üstü mənfi 7 vurulsun K-nın qiyməti, deməli 9 vurulsun 10 üstü 9 bölünsün məsafə 10 sm çevirsək 0,1 metr kvadratı da 0,1 10 üstü mənfi 2. Bunu hesablasaq, deməli 36 vurulsun 10 üstü 4 volt bölünsün metr. İkincinin elektrik sahə intensivliyini hesablasaq, bu da eyni qayda ilə K vurulsun Q0 bölünsün R kvadrat. Bu da bərabər olacaq 9 vurulsun 10 üstü 9. Deməli, Q'müz 2 vurulsun 10 üstü mənfi 7 bölünsün 10 üstü mənfi 2. Buradan da deməli biz alırıq ki 18 vurulsun 10 üstü 4 volt bölünsün metr. Deməli, yekun intensivliyi tapmaq üçün bunların fərqini tapmaq lazımdır. 36 vurulsun 10 üstü 4 minus 18 vurulsun 10 üstü 4. Bu da bərabər eləyir 18 vurulsun 10 üstü 4 volt bölünsün metr. Deməli, cavab 18 vur 10 üstü 4 volt bölünsün metr edir.